Hidayətzadə Akifə Əhmədiyyə qızı, təqaüdçüyəm. Mən yarım aydır ötküzəmlə bərk pristuplar tuturdu və köbəyimdə yırtıq var idi. Son günlər çox bərk idi ağrılar. Mən Kömürlük hospitalına müraciət etdim. Baş həkim Bəxtiyar həkim məni dinlədi və məni bir asma xəstəliyim olduğu üçün bir 10 gün mənə müalicə yazıldı. Onları qəbul eləyəndən sonra dünən 14-ündə məni əməliyyat elədilər. Çox razı, heç bir ağrı hiss eləmədim. İnanın, mən burada görən işçilərdə, medpersonalda, həkimlərdə olan mehribançılıq, çox belə söz də tapa bilmirəm. O qədərən gözəl insanlar, o qədərən mehriban münasibət, həm davranışda. İnanın, 10 dəfə dalbadal çağırırsam, yox demirlər, gənə yüzü gülər, cavab verirlər. Çox razı qaldım. Bəxtiyar həkimə də minnətdaram. Hər hafta onun rəhbərliyi altında belə nizam-intizamlı işçiləri var. Sağ olsunlar hamısı, Səttar həkim də sağ olsun. Bu medpersonaldan belə artıq dərəcədə razıyam. Hər daima yanımızda nə desək, nə istəyimiz olsa, onu canla, başla yerinə yetirirlər. Yəni, hamısı səmimi, ürəkdən gələn sözlərdir. Yəni, burada yatıram, onları tərif edirəm, yox. Sən pisdir, deyəcəkdim pisdir. Bunu mən çatdırasıydım. Belə, çox razı qaldım. Başqa hospitallarda yatmışam. Belə münasibət mən görməmişəm. Burada hamı razıdır. Mənə elə gəlir ki, hamı razı qalır burada. Həm kabinet həkimlərindən, həm də bu palat həkimlərindən, reanimasiya medsestralarından, həkimlərindən çox razı qaldım, nə deyim. Adam istəyir elə bir dəfə də gəlsin, düşsün bura. Allah uzaq eləsin. Allah hamıya can sağlığı versin. Həkimlərə də, bütün bu hospitalın əməkdaşlarına da can sağlığı, uzun ömür arzulayıram. Sağ olsunlar ki, şəfa verirlər insanlara qızıl əlləri ilə.